Enerji və şəfaçılıq, enerji və həqiqətlər, ümumiyyətlə biz enerji vasitəsilə həyatımızı dəyişə bilərikmi və bu yolda bizə başqa biri kömək eləyə bilərmi? Ən başdan baxsaq, son zamanlarda, xüsusən də son 3-4 ildə dəhşətli bir trend halı aldı bu şəfaçılıq. Hansı ki, əslində şəfaçılıq pandemiyada yox, ondan min illər öncədən yaranmış bir alternativ tip forması idi. Bu bilimsel olaraq kanıtlanmayıb. Yəni faktiki olaraq elmdə belə bir şey yoxdur. Hətta bəzən bu eğitimi verən insanlar zamazingo şeylər çıxarırlar özlərindən ki, hansısa güya elmi araşdırma nəticəsində tapılıb ki, filan healing metodu, filan yəni şəfalandırma metodu doğrudur. Belə bir şey yoxdur. Belə bir elmi qayda hələ ki mən tapa bilmədim. Bu videonu çəkmək üçün də yetərli qədər araşdırma elədim. Və mənim araşdırma elədim dediyim söz, girdim Google-a ya da ChatGPT-yə yazdım. Filan şeylər dedi, deyil. Bu video illərin zəhmətinin nəticəsində çəkilib və sən hal-hazırda illərin araşdırmasını görürsən. Bəs bu araşdırma necə başladı? Öncəliklə biz bir yola çıxdıq və fidan, gördüyünüz bu fidanı yaratmaq üçün fərqli təlimlərə, sahələrə maraq göstərdim, özümü oradan ora vurdum və axtarırdım. Zehnimin qəbul elədiyi şey əslində bildiyimiz ICF koçluq normaları və klinik psixologiyadakı olan idi, hansı ki, sonra onu istifadə etməklə davam elədim. Amma genel olaraq başqa yöntəmləri də öyrəndim. İndi burada məqsədim hansısa yöntəmin adını çəkib o düzdür ya da səhvdir demək deyil, okeymi? Zaten burada da biz buna yığışmamışıq. Amma son olaraq bir şeyin fərqinə vardım. Şuur altı terapiya deyilən bütün terapiyalar fərdi psixoterapiya olmadığı müddətcə işləmir. Yəni sən hər nə qədər də qəbul eləsən ki, hər nə qədər enerjini açsan, yüksək hiss etsən də, içində bir şeylər hələ də səni tutub saxlayacaq. Bu, insanları fərdi terapiya satışına çağırmaq üçün olan bir video deyil. Mən belə şeylər sevmirəm. Bu, sizi, özünüzü fərdi terapiyaya hazır hiss etdiyiniz anı gözləməməyiniz üçün bir çağırışdır. Yəni, psixoterapiya müəyyən bölümləri tamamlamış, həyati müəyyən məsələlər tamamlamış insanlar tərəfindən keçirilir və psixoterapiya adının önünə psixoterapevt yazan insanların tərəfindən keçirilən bir şey deyil. Bu, faktiki olaraq mən hal-hazırda burada çox uzun və bilimsel bir video eləmək istəmirəm. Ona görə də daha bəsit izah edəcəm. Bu, faktiki olaraq hal-hazırda psixologiya diplomu olan, bəlirli təcrübəsi olan və psixoterapiyanın özünə gərəkli etapları var. Onları tamamlamış, psixoanalizm pillələrini tamamlamış uzman tərəfindən keçirilir. Yəni, healing metodlarını bilən biri healerdir, şəfaçıdır. O, psixoterapevt deyil. Və sonra nə oldu? Normalda mən bu videonu illərdə çəkmək istəyirəm. Və mən illərdə fikirləşirəm ki, indi tapdım, bu dəfə tapdım. İndi tapdım, bu dəfə tapdım və hər dəfə başqa bir şey çıxır. Amma bu dəfə, yes, mən tapdım. Ona görə də indi sizə bunu açıqlayıram. Deməli, şuuraltı terapiya, düşüncəni dəyiş, bunu fikirləş, onu elə, bunu elə, enerji aç, başına qoy, zihnin dəyişsin söhbətləri sadəcə plasebodur. Baxın, bu videom ola bilər ki, kimsə kiməsə göndərsin və desin ki, buna baxaya, fidan da belə deyir, ya da fidan da sehirli şeylərə belə deyir, ya da fidan spiritualistlərə belə deyir. Mən heç kimə üçün demirəm. Okay? Yəni, bu bir müzakirə, bir mübahisə deyil. Bu bir axtarış nəticələridir. Yəni, bir insan düşüncəsini dəyişdirməsə, 50.000 dəfə də atalardan gələn nəyəsə şəfalandırsın, işləməyəcək. Və bunu mən əminəm ki, savadlı spiritualistlər də qəbul edir. Və əsas bombayı partladıram. Sosial mediada daimi olaraq həyatımı paylaşmasam da, ki, hər nə qədər elə görünsə də, orada sadəcə həyatımın 10% filan bəlkə paylaşılır. O da son zamanlar biraz artırmışam ona görə. Paylaşmasam da, mən daimi olaraq arxa fonda fərqli ölkələrdə fərqli təlimlərə gedirəm. Və bunu danışacağım üçün bundan paylaşım elədim. Mən Bakıdan Hataya
Hatta bayağı da uzun yol gedib başıma milyon dənə şey gələrək onları başqa zaman qeybətini eləyərik. Hataya maraqlı bir bioenerji təliminə getdim. Bu mənim aldığım təxminən 6-cı ya da 7-ci bioenerji təlimi idi. Aldığım bioenerjiləri istifadə eləmişəmmi? Yox. Çünki mən səni üfürdüm, sənin əlində artıq enerji var məsələsi real gəlmir. Bu mənim beynim tərəfindən algılanmır. Ola bilər ki, mən 5 ildən sonra bu videonun bu hissəsini kəsim və səhifəmdə paylaşım ki, ona o vaxtı belə deyirdim, amma indi mən kəşf eləmişəm ki, əlimdəki enerji ilə arzularımı reallaşdıra bilərəm. No, amma bu mənə görə belə deyil. Və mən bu dəfə öyrəndiyim bu bioenerjidə buradan onlara sevgilərimi göndərirəm Photonix komandasına. Photonix deyə bir yöntəm öyrəndim, hansı ki, yöntəmi yaradan insan tərəfindən öyrəndim bunu, özü dərs verirdi və reallığını anladım. Mən soruşdum ki, bilərək də soruşdum bu arada bunu, hər bir bioenerji uzmanına vermişəm bu sual. Dedim ki, bu insanın işte münasibətlərini və pulunu da faydalı olarmı? Dedi ki, xeyr, bu insanın bədənini sağaldacaq, o sağlam bədənlə düşünüb qərar verə biləcək və ya o işte duyğularla seçə biləcək, bədənini açacaq və bədənini eşidə biləcək. Və sonra təlim axışı boyunca bu zamana qədər ki təlimlərindən fərqli olaraq konkret hansı meridiana bastıraraq, hansı hissədə çalışma eləyərək, hansı hissəni neçə dəqiqə işte aktiv edərək, hansı nəfəs texnikasını eləyərək bədənin hansı orqanı necə faydalı olmaq olar, onu öyrəndik. Bax, bu oldu alternativ tip və mən Photonix təlimi sayəsində artıq rahatlıqla çıxıb bu videonu çəkə bilirəm. Yes, babies. Alternativ tip deyə bir şey var, amma bu mənim enerjim var və mən bunu kodlayıb sənə verəcəm, sən bunu asacaqsan şkafının başından və ya sənə pul gələcək deyənlərlə başqa şeylərdir. Alternativ tip bir insanın sağalması üçündür və onun içində ola bilər enerji, ola bilər doğru meridianlar, doğru nəfəs praktikaları və s. ola bilər və bu nədən insan özünü enerji uzmanı adlandıra bilər. Amma söhbəti tutun, okey? Bir insan şəfacıdırsa, o insan şəfacıdır, əzizim. Biznesmendir. Biznesmen olmaq pis şey deyil. Fəqət bu, şəfacılıq adı altında aparılan bir şey deyil. Bir şəfacının seansı partlayış qiymətlərdə ola bilməz. Məsələn, mənim seansım ölkə ortalamasına görə yüksəkdir. Bəs niyə? Ona görə ki, mən çox bombayam. Öyləyəm amma. Ona görə ki, təhsilimə yüksək büdcə yatırmışam, işte təhsilim budur, işte dərəcəm budur, işte təcrübəm budur, bla bladan əlavə mənim fərdi seansa yerim yoxdur. Yəni həyatımda çox az müddət fərdi seans ayıra bilirəm, o da açan kimi dolur, uzun müddətli zamanda biz fərdi seans götürə bilmirik. Hətta bəzən olur ki, insanlar aylarla seansı gözləyirlər. Bu mənim əlimdə deyil. Mən də istəyirəm, siz seansa yazılan kimi gələsiniz. Bu qaldırıb özünü dağın başına qoymaq deyil. Ümumiyyətlə, ruh sağlığı uzmanının belə strategiyalar işlətmək mənə çox əttökən gəlir. Mən məşğulam, dağın başındayım, yox deyiləm. Okay, mən əlimdən gələn qədər maksimum istəyirəm sənin mesajına da vaxtında cavab verim. Telegramdakı, chatdakı yazılarınızı da oxuyuram. Fəqət əlimdən gələn budur. Və avtomatik olaraq artıq yaxşı bir enerji ilə gəlib sənə 1 saatlıq, buradakı enerji, mistik enerji deyil, yorğunluq. Gəlib sənlə 1 saatlıq seans keçəcəmsə, mənim həqiqətən həmin günümdə olmağım lazımdır. Ona görə zaman azdır deyə, tələb çoxdur deyə avtomatik qiymət yüksəlir. Bir də var ki, mənim enerjim filan kanaldandır, mən bombastikam və ona görə də mən sizə bu fantastik qiymətləri seans edirəm, siz olacaqsınız, mən əlimi çəkəcəm və sizin həyatınızın aşkını tapacaqsınız. Bu belə işləmir. Qeyd, bu videom hansısa magic enerjilərlə işləyənlərin qabağına çıxa bilər və ya həmin insanlar elə bunu fake profillərlə izləyə bilər. Buradan da sənə səslənirəm. Öz aləmində, bax mən indi bunu nələr eləyəcəm, ayağını kaydıracam kimi düşünmək yerinə yolunu seç. Yolunu seç. Mən də bilirəm enerjinin müxtəlif növləri var. Hamımız bilirik qara və ağ enerjinin mümkün olduğunu və mən indi burada deyirəm, əzizlərim, seçməyi öyrənin. No, seçə bilmirsinizsə uzaq durun.
Bu qədər. Çünki siz şəfa niyyətinə hansı enerjilər aldığınız bəlli deyil. Bu bilimsel mövzu deyil, bu ezoterik mövzudur. Bunu uzun müddətli fərqli eğitimlərə gedərək öyrənmişəm. Tövsiyə eləmirəm. Kafam allak bullak olmuşdu, tövsiyə eləmirəm. Və paralelində də deyirəm. Seçə bilirsinizsə, bunu əminsinizsə %100 təmizliyindən okey, amma deyilsə getməyin, uzaq durun. Uzaq durun, sos. İndi son olaraq bir şey deyim. Bəs neyniyək? Mən genel yolu anlattım. Və bir yerdən başlayırsa mütləq bu psixoterapiya olsun. Psixoterapiyaya başlayın. Bununla paralel zihninizdə inanclarınızla işləmə yöntəmlərinizi kəşf eləyə, kvant alanla tanış ola, öz hizalanma proqramlarını işləyə bilərsiniz. Çox işinizə yarayacaq. Fəqət arzularınızla hizalanarkən bir tərəfdən keçmiş işləməniz lazımdır. Full fokus keçmişdə olsanız da pisdir, full fokus gələcəkdə də. Anda qalıb üzərinizdəki tozları təmizləyib və yeniliklərə də açıq olmanızı tövsiyə edirəm. O ki qala bu enerji məsələlərinə sizə özüm nə eləyirəm onu deyəcəm. Mən dua eləyirəm. Bitti. Mən sadəcə mənim Allaha elədiyim duanın enerjisinin saf olduğunu inanıram. Heç kimdən energetik heç nə alıb istifadə eləmirəm. Artıq həyatımın heç bir nöqtəsində belə bir şey yoxdur. Hətta əvvəllər daha fərqli, yaxın dostlarım vardı. Belə şeylərlə onlardan da uzaq dururam. Dost olaraq ilişkilərimiz davam edir. Sadəcə artıq heç bir şey istifadə etmirəm. Bu arada buna inanc məsələsi daxildir. Məsələn, mənim bir rəfiqəm parfümlər, yüksək enerjili parfümlər hazırlayır və mən onun parfümlərini alıram. Bir, qoxusunu sevirəm. İki, mən xanımın enerjisinə bayılıram, ona görə eləyirəm bunu. Amma bu, mən bu parfümü vuracam falan şey olacaq demək deyil. Belə bir şey yoxdur. Yaradan və biz. Öncə bu. Və dünyada insandan güclü varlıq yoxdur. O Allah'tan sonra ikincidir və bu dini bir yayım deyil, okey mi? Şey deyil yani. Yaradıcı, okey? Yəni mən Allah deyirəm, çünki mənə ürəyimə belə yaxındır, sənin üçün necədirsə o. Amma nəticə etibarilə özünlə hizalan və yaradıcına dua et. Aradakı şeylərin necə olduğunu bilə bilməzsən. Və mən də bilmirəm və çox adam da otomatikən bilmir. Çünki çox axtarırıq, baxırıq ki, çox gözəl kamufle olunurlar. Ona görə mənim sizdən ricam bugündən etibarən bir arkadaş tavsiyesi, bugündən etibarən artıq ezoterizmin, biznesin, şəfanın, psixologiyanın, hizalanma, şuuraltı, kvantın və ən güclüsü olan yaradıcı ilə bağlı fərqli şeylər olduğunu, eyni zamanda bir bütünün parçaları olduğunu dərk eləməyinizi istəyirəm. Həyat seçimlərinizdən ibarətdir. Adətlərimizə sadiq olaraq bir dənə taktika verim, gedirəm. Əgər mən dua etməkdə güclük çəkirəm deyirsənsə, bir dəftərin olsun və ora daimi olaraq necə xitab edirsənsə, yaradıcı, kainat, əziz Allah, necədirsən, başla və onunla danış. Və nəzərə al ki, o səndən fərqli olaraq egosu yoxdur və tamamən sevgidir. Sən necə getsən, o səni qəbul eləyir. Sən nə eləmisənsə, o səni sevməyə davam edir və indi sənin sırandır. Və indi sənin həyatını dəyişdirmək üçün ona getməyin vaxtıdır. Ona getməyinin vaxtıdır. Hər şey düşündüyündən daha yaxşı olacaq və bununla da bu söhbətləri dayandırıram. Artıq bu video yetərlidir. Kimsə istəyəndə bu videonun linkini paylaşacağım. Və beləcə bilmiş oldunuz, terapiya başqa bir şeydir. Şuuraltı məsələlər deyə göstərilən mövzular başqa şeydir. Filasebo məsələlərdə inandığınız üçün olur və enerjinin də müəyyən növləri var. İşte siyahı və s. olduğu üçün birilərindən enerji çalışmalar almağınızı çox tövsiyə eləmirəm. Şəfacılıq isə məhz konkret hansı bir tərəfin sağalması üçündür. Bu dünya tərəfindən qəbul olunur, amma hələ bilimsel olaraq açıqlaması olmadığı üçün bu haqqda bir şeylər danışa bilmirəm. Amma yəni bu şey deyil. Plasebo deyə sağalır deyil. Burada artıq daha fərqli bir şeylər var. Düzdür, mənim təlimdə gördüyüm buydu ki, orada orqana yaxın, işte sinirlərə toxunurdu, meridiana toxunurdu. Hər birinin öz müddəti var idi. Amma yenə də başqa şeylər ola bilər. Tamam? Nəticə etibarilə hər şey düşündüyünüzdən daha yaxşı olacaq. Yetər ki, özünüzə və yaradıcıya olan güvəni buraxmayasınız. Sizi sevirəm. Dünya sizi çox sevir.
Hər şey çox yaxşıdır və çox yaxşı olacaq. Bu videonu nəhayət çəkə bildiyim üçün özümü təbrik edirəm. Sizə də minnətdaram izlədiyiniz üçün. Şərhlərdə görüşərik, çünki fikirləriniz mənim üçün çox önəmlidir. Və kiçik xatırlatma, kim nə eləyirsə, əcəb eləyir. Və sən də seçimlərini yaxşı eləyirsən. Yaxşı? Ola bilər ki, kimsə fərqli bir yol seçib, kimsə, ümumiyyətlə ola bilər kimsə məhz dolandırmağı seçib və o bunun dolandırmaq olduğunu qəbul eləmir. Onun üçün bu başqa şeydə əcəb eləyir. Səni aydınladıram mən. Sən seçməyi öyrən. Qurtardı getdi. Özünə çox yaxşı bax. Like eləməyi, abunə olmağı unutmuruq. Şərhlərdə görüşərik. Bye.